Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri haqqında dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqa aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Turkistan.az məlumat verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycan Respublikası Baş Nazirinin sabiq birinci müavini uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd edilən cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan olunub. Əlavə edək ki, Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlamışdır. Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib, təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb. 2012-ci ildə yaradılmış qalmaqallı, hamının Milyarderlər İttifaqı adı ilə tanıdığı Rusiya-Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub. Özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb. Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış Milli Şuranın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında Milyarderlər İttifaqının Koordinasiya Şurasının üzvü olub. Hərçənd, hələ 2012-ci ildə Milyarderlər İttifaqının yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi haqda xəbərdarlıq siqnalları veriləndə, Rüstəm İbrahimbəyov Milyarderlər İttifaqı adından çıxış edib, müsahibələr verərək bu ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya bəllidir. Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində Milli Şuranın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanaraq Azərbaycana gəlmir. Əldə olunan məlumatlara əsasən, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusiyon dövlət hakimiyyətini zoraki yolla ələ keçirmə planlarına dair sair materiallar ələ keçirilərək cinayət işinə əlavə olunub və açıq məhkəmə baxışında geniş ictimailaşdırılacaqdır.